Hər vaxtınız xeyir. Bugün yenə də albalıdan danışırıq və deyəcəksiniz bugün nə bişiririk? Bugün heç nə bişirmirik. Bəli, biz bugün albalı mürəbbəsi eləyəcəyik, amma onu bişirməyəcəyik. Necə? Gəlin baxın. Deməli, albalılarımızı götürürük və onun tumunu çıxartmalıyıq, amma o biri tumları çıxardan kimi yox. Əlimizlə belə ortadan bölürük və tumunu çıxardırıq. Çünki bizə 2 yarım hissə lazımdır. Bütöv yox. Bunlar yarı-yarı olmalıdır ki, biz bunu bişirməyək. Tumları çıxardırıq. Mən artıq burada çıxartmışam. Bir-iki dənəsini sizə göstərmək üçün. Çox asanlıqla çıxır. Suyu zadda axmır, amma təri necədir də? O tumun başlanğıcı, o saplaq harda olur. Oradan belə 2 barmağınızla aralayırsınız, açılır. Vəssalam. İndi bizə tərəzi lazımdır. Mütləq və mütləq tərəzi lazımdır. Deməli, mən bugün yarım kilo albalıdan mürəbbə hazırlayıram. Və indi əllərimi yum, şəkərimi götürürəm və tərəzinin üstündə elə şəkəri tökürəm. Deməli, yarım kilo albalıya 1 kilo şəkər lazımdır. Və ya 1 kilo albalıya 2 kilo şəkər lazımdır. Şəkəri alanda fikir verin, şəkər tozunu. Olur iri dənəli, danəli şəkər tozu, bir də olur belə nazik şəkər tozu. Çalışın ondan alın. Onda işiniz daha tez gedər. Şəkər tozunu tökdük albalının üstünə və yaxşı-yaxşı qarışdırırıq. Qorxmayın, əzilməz. Qarışdırın ki, dibində şəkər qalmasın. Deyəcəksiniz, nədən? Ona görə ki, albalılar suyunu buraxacaq, o şəkər qalacaq orada, əriməyəcək. Hər yerində olsa isə şəkərlə bir yerdə albalı hamısı birlikdə qarışacaq. Və ya şəkər üstdə qalıb, albalı aşağıda qalanda o 2 gün ərzində turşuya bilər. Ona görə yaxşı-yaxşı qarışdırmalısınız. Daha sonra sabahsı gün, yəni İstəyirsiniz 5-6 saat keçəndən sonra, istəyirsiniz 8 saat keçəndən sonra, heç fərq eləməz. Haçan vaxtınıza düşdü, yadınıza düşdü, açın qabınızı və yenidən onu qarışdırın. Artıq görürsünüz ki, burada albalının suyu çıxır. Şəkərlə rahatlıqla qarışır, birinci dəfəkinə nisbətən. Beləcə qarışdırırsınız, dibində nə şəkər varsa çalışırsınız ki, onu elə bil ki, yuxarı qaldırasınız. Qarışdırın, haradasa bir 3 dəqiqə, 5 dəqiqə qarışdırın. Sonra yenə də qapağını örtərsiniz, qoyarsınız qalsın. Burada məqsəd ondadır ki, qapağı örtəndə içinə toz dolmasın, nə bilim, qurt-quş gəlməsin, qarışqa gəlməsin. Və qarışdırmağımızın da məqsədi odur ki, şəkərimiz ərisin. Şəkər ərimədiyi üçün qarışdırdığınız qaşığa mı, çömçəyə mi, nə ilə qarışdıracaqsınız, yapışır qalır. Çalışın hər dəfə onu sıyırın, tökün həmin albalıların üstünə. Və yenidən qapağınızı örtün, qoyun qalsın. Bu minvalla bir gün keçdi. İndi ikinci günə baxaq. İkinci gün gördüyünüz kimi şəkər nə qədər aşağıda qalıb. Yuxarıda isə albalının suyu və albalı özü var. Yenə də bunu açırıq. Və qaşığımızı götürürük, qarışdırırıq. Görürsünüz, albalılar yuxarıdadır. Bu cürə suyu var, su dupdurudur. Amma şəkər altındadır. Yaxşı-yaxşı yenə də qarışdırırsınız. Tam bütün şəkər yuxarı qalxana qədər. Yuxarı qalxıb o orada qalmayacaq əlbəttə. Onu qarışdırırsınız ki, o ərisin. Kömək edirsiniz şəkərin əriməyinə. İkinci gün ərzində də açırsınız 2 dəfə, 3 dəfə bunu belə qarışdırırsınız.
İndi deyirsiniz ki, əşi biz iş adamıyıq, bunu haçan qarışdıraq. Səhər durdunuz, əlinizi üzü yudunuz, yaxınlaşın, bir dənə qarışdırın, gedin işə. Axşam gəldiniz, yenə qapağı açın, qarışdırın, qapağını bağlayın, qoyun qalsın. Yəni bu birinci gündə belə olacaq, ikinci gündə belə olacaq. Birazdan baxacağıq, üçüncü gün nə olacaq? Yəni soyuq, qaz işlətmədən, işıq işlətmədən, bircə əlinizin bir-iki dəfə qarışdırmaqla mürəbbənizi bişirirsiniz. Nə istəyirsiniz ay cəmaət? Rəngi qalır üstündə, ətri qalır üstündə. İnandırıram sizi, bir dəfə belə eləsəniz, siz daha bişirmək istəməyəcəksiniz mürəbbə. Deyəcəksiniz, elə mən bunu belə eləyim. Həm az yer tutur, həm ləzzətlidir. Yenə də qapağını bağladıq, qoyduq qırağa. Üçüncü günümüz gəldi. Barda yaxşı gün çıxıb, sizdə də gündürsə, qoyarsınız pəncərənizin qabağına, ya balkonunuza, qoy üstünə gün düşsün, ya bağda. Görürsünüz necədir, dupduru. Bu üçüncü gündür. Demək olar ki, sizin mürəbbəniz hazırdır. Amma hələ görürsünüz, durudur. Ona görə gözləyirsiniz axşama qədər. Səhərdən axşama qədər bu qalacaq. Və fikir verin, albalılarınız elə bir ki, biraz bürüşmüşdür, canlı deyil. Fikir verin, balacadılar, bürüşüydülər. Axşama qədər qaldıqda isə bunlar qəşəngcə şişəcəklər, şirəni canlarına çəkəcəklər. Hələ ki, bunlar canlarına su verirdilər. İndi isə bunlar başlayacaqlar canlarına suyu çəkməyə. Üçüncü günümüz gəldi. Baxın, albalılarımız elə bir şişiblər, işıldayırlar, bürüşməsi, büzüşməsi hamısı keçib gedib. Və qarışdırdıqda hiss edirsiniz ki, bəlkə təkdən, belə tək-tək qabın dibindən sizə şəkər qaşığınıza dəyir. Amma ki, albalılarınız gördüyünüz kimi artıq elə bil ki, sulanıblar. Bu bizə onu göstərir ki, artıq bunu bərnilərinizə yığa bilərsiniz. Amma vaxtınız varsa biraz da saxlayın. Yəni sizin bu albalılarınız daha bir gün qalsa, bundan da yaxşı ola bilər. Yəni orada qalan tək-tək o qəndlər də əriyər, qənd deyəndəki şəkər tozu, o da əriyər və olacaq tamamilə qatı bal kimi, suyu bal kimi olacaq. Albalılarınız da artıq görürsünüz, şişiblər, biraz da şişəcəklər. Rənginin də fikir verin, nə gözəl rəngi var. Mətin də qalınlığını hiss edirsiniz, görürsünüz. Yəni su kimi axmır. Qaba da belə baxsanız görəcəksiniz, tək-tək o divarlarında da şirə hiss olunur. Və dupdurudur. Daha o gördüyümüz ağ təbəqə aşağıda yoxdur. Yəni şəkər tamamilə əriyib. Yenə deyirəm, vaxtınız varsa görürsünüz dupduru və bal kimi axır. Yenə deyirəm, vaxtınız varsa bir gündə saxlayın. Bir gündə saxlasanız, bu daha da qalınlaşacaq bu su. Qalan 1-2 şəkər nə varsa, haradasa bir xörək qaşığına yaxın bəlkə də bunun dibində qalır. Çünki mən qarışdırıram və hiss eləyirəm. Yenə də hövsələm çatmır və bankalara doldururam bu hazırladığımı. Amma soyuducuya qoymayacağım. İndi burada bir şey var da, soyuducunuz böyüdüsə, sizə imkan verirsə ki, çox hazırlayıb qoyasınız soyuducuya, çox yaxşı, hazırlayın çox. Yox, əgər soyuducu balacadırsa, oraya 2 banka hazırlayıb qoya bilərsinizsə,
Onu nəzərə almalısınız. Yox, bəlkə sizin elə bir yeriniz var ki, siz orada bunu mühafizə eləyə bilərsiniz. Yəni ki, gün düşmür, işıq düşmür, soyuqdur, zirzəmi kimi bir yer varsa, zirzəmi lap yaxşı. Bunu lap balonlarla da eləyib saxlaya bilərsiniz. Heç bir şey olmaz. Mən bir vaxtlar belə şeyləri yataq otağında saxlayardım. Yatağın altında. Ora gün düşmür, həmişə sərin olur və bütün bişirdiyim belə şeyləri, ümumiyyətlə mürəbbələri qoyardım yatağın altına. Vaxtı gələndə isə çıxardardım, qoyardım dolablara. Çünki yatağın altı hər tərəfdən açıqdır. Orada elə bir ki, külək gəzir o yan bu yana. Külək gəzdiyi üçün də həmişə sərin olur. Lap yayın necə istisi olur olsun, sərin olur. Mən bilmirəm, uşaqlıqdan yəqin beynimdə qalıb. Bilirsiniz, imtahana hazırlaşanda o vaxtdakı dəmir yataqlar idi. Hündür idi də. Girərdik ora, orada dərs hazırlayardıq. Həm sərin olurdu, o vaxt kondisioner yox idi. Ventilatordan o qədər istifadə olunmurdu. Girərdik kravatın altında dərsimizi oxuyardıq, imtahana hazırlaşardıq sakit-sakit. Ya kitab oxumağa, görsən, qaçıb girərdilər uşaqlar, kravatın altında oxuyardılar. O vaxt çox oxumağa da qoymurdular. Ya axşam yorğanın altında fanarla oxuyardı uşaqlar kitab. Neyse, bu da bir xatirələr idi yenə də. Gördüyünüz kimi o balaca banka mənə yaramadı. Gedib bir başqa bir banka gətirdim və qalanını da deyəsən bura yerləşdirə biləcəyəm. Amma bunun üçün mənim belə bağlanan dəmir qapağım yoxdur. Ona görə bunu mütləq və mütləq soyuducuda saxlayacağam. Boşaldıram ora və sizin də vaxtınızı almaq istəmirəm. Mən boşaldıram və fikir verirəm ki, qabın dibində heç şirə yoxdur. İndi siz bunu boşaldıb, yenə də deyirəm, bərnilərinizi doldurandan sonra onu soyuducuya qoymayın. 2 gün, 3 gün qoyun bayırda qalsın. Bayırda qalsın və ona heç bir şey olmayacaq. Əksinə o qalıb qalınlaşacaq, bal kimi olacaq suyu, albalılarınız isə şişəcək. Qapaqlarını bağlayıram və gözləyirəm qış gəlsin. Bunu afiyətlə, can sağlığı, Allah can sağlığı versə, bunu da qışda yeyərik. Belə tünd görünür. Mən indi bunun şəklini çəkəndə görəcəksiniz ki, bunun rəngi necədir. Və salam, işimizi gördük, qutardıq. Allah sizə də rahatlıq versin. Rahat alasınız, pişirəsiniz, imkan versin, cibiniz dolu olsun ki, bunlardan istifadə edə biləsiniz. Hamısını pişirə biləsiniz, balalarınıza, əzizlərinizə yedirdə biləsiniz. Hələlik isə mən sizdən ayrılmaq istəyirəm. Elə bil ki, bütün mürəbbələri bişirdik. İndi qaldı, nə bilim, yayın ən cırha-cırında hansı meyvələr olacaq. Qara qarağat, moruq, belə mürəbbələrimiz qaldı. İnşallah onları da bişirərik. Hələlik isə sizlə xudahafizləşmək istəyirəm. Sağlıqla qalın, özünüzdən müğayət olun. Yayda günün altında çox gəzməyin. Dənizə gedin, balalarınızı sevindirin. Sağ olun, təşəkkür edirəm. Yenə də gəlin kanalıma. Hələlik isə xudahafiz.